Arıqlama iynələri mədəni sıradan çıxardır. Ozempik istifadə etdim. Mədəmi incitdi. Bu cümləni çox eşidirik. Bəs həqiqətən də GLP-1 preparatları mədəni sıradan çıxardırmı? Əslində GLP-1 preparatlarının əsas təsir mexanizmlərindən biri mədənin boşalmasını ləngitməkdir. Yəni bununla da uzun müddət tox saxlamaqdır. Yəni insan daha gec acır və daha tez doyur. Və məhz buna görə də pasientlərdə ürək bulanma, köp, qəbizlik, erkən toxluq hissi görülə bilir. Amma burada əsas məsələ bilirsinizmi nədir? Doza. Ən çox problem nə zaman yaranır bilirsinizmi? İnsan dozanı əgər öz başına artırarsa, internetdə hər hansı bir dinlədiyi məsləhət və ya qohumunun məsləhəti ilə artırarsa və dərman istifadə edərsə, qidalanmasını isə dəyişmədikdə problem bu zaman yaranır. Halbuki protokollarda doza mərhələli artırılması tövsiyə olunur. Niyə? Çünki bədən tədricən uyğunlaşmalıdır. Biz pasientlərə adətən az-az yeməyi, yağlı qidaları azaltmağı, su qəbulunu artırmağı, çox sürətlə yeməməyi tövsiyə edirik. Və bir çox pasiyentdə simptomlar buna görə də zamanla azalmış olur. Bir şey də unutmuruq. Piyələnmənin özü də həzm sisteminə təsir edir. Yağlı qaraciyər, reflü, qarın daxili təzyiqin artması, insulin dirənci, bütün bunların hamısı həzm sisteminə özü bir yükdür. Yəni məqsəd sadəcə dərmanın təsir qorxusu deyil. Mütləq risk və fayda balanslaşdırılmalıdır. Bəzən insanlar deyir ki, doktor, sosial mediada hər kəs bizi qorxudur. Amma sosial media sizin analizlərinizi, yanaşı xəstəliklərinizi, metabolik riskinizi, ailə anamnezinizi, kekayənizi bilmir və tibbi fərdiləşdirilmiş yanaşmada aparılmır. Bir preparat bir insan üçün uyğun ola bilər, başqa preparatı başqası üçün. Ona görə də GLP-1 preparatlarını sadəcə gözəllik trendi kimi yox, metabolik müalicə vasitəsi kimi həkim tövsiyəsi altında istifadəsi olunmalıdır və həkim təyinatı ilə təyin olunmalıdır. Özünüzə yaxşı baxın, bu videonu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın və heç nədən qorxmayın. Sağ olun.